Ülvi. Nəyə görə tutublar? Zorakılıq eləyiblər Ülvi. Abzas Medianın direktoru Ülvi Həsənli 2023-cü il 20 noyabr tarixində həbs edilib. Daha sonra Abzas Medianın direktor müavini və baş redaktoru da daxil olmaqla digər əməkdaşı və məhkəmə proseslərində dəfələrlə Abzas Media ilə heç zaman əməkdaşlıq etmədiyini bildirən iqtisadçı Fərid Mehrazadə saxlanılıb. Abzas Media işi adlanan bu proses zamanı saxlanılanlar əvvəla qaçaqmalçılıq, sonra isə xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq və sair olmaqla 7 maddə ilə ittiham ediliblər. Onlar bu ittihamlarla razılaşmır və həbslərinin Abzas Medianın fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Bütün siyasi məhbusların ailələrinə edilən repressiyalarla bərabər bizim ailəmizə də repressiyalar oldu. Bizim ümumiyyətlə hamımızın, yəni bacımın, anamın, mənim, Ülvinin həyat yoldaşının bütün bank kartlarına bloklandı. Anamın pensiya kartı hətta pensiya kartı bloklandı, yəni. Polşada yaşayan və işləyən, həmin ərəfələrdə ailəsini ziyarətə gəlmiş olan Ülvi Həsənlinin bacısı Nərmin Həsənova isə bir daha ölkəni tərk edə bilmədiyini deyir. Onun sözlərinə görə ölkədən çıxışına qeyri-qanuni olaraq qadağa qoyulub. Deyir ki, bu səbəblə o həm işini itirib, həm də səhhəti ilə bağlı Türkiyədə alacağı müalicə və keçirəcəyi əməliyyatdan məhrum olub. Nərmin Həsənova musiqiçidir. O, bütün bu proseslərlə sayt direktorunun bacısı olmaqdan başqa heç bir əlaqəsi olmadığını deyir. ...2023-cü ilin yay aylarında ailəmi ziyarətə gəlmişdim. O ərəfədə noyabr ayının 20-si Ülvini saxladılar, 21-i həbs elədilər. Mən də getməli idim, yaşadığım ölkəyə qayıtmalı idim, amma əvvəl Türkiyəyə gedəcəkdim. Öz müalicə sağlamlığımla bağlı, yəni həm müalicə, həm də əməliyyat üçün. Deməli, noyabrın 30-u bilet almışdım. Hava limanına gedəndə orada məni saxladılar, geri qaytardılar, yəni sərhədi keçməyə qoymadılar. Heç bir səbəb bildirmədən, heç bir bildiriş gəlməmişdi. Hətta çıxmamışdan qabaq mən evdə sistemdə yoxlamışdım ki, ölkədən çıxışıma qadağa var, yoxsa yoxdur. Yəni, ölkədən çıxışıma qadağa olduğu göstərilməmişdi. Qayıtdım Bakıya və araşdırmağa başladım. Yəni, bir neçə aidiyyəti orqanlara yazdım ki, mənim stopumla bağlı ki, yəni bunun səbəbi nədir? Çünki mən heç bir cinayət işində təqsirləndirmirəm, hətta hər hansı bir cinayət işində şahid belə deyildim. Yəni, üzərimdə heç bir cinayət işi yoxdur. Yəni, çox təəccüblü idi mənim üçün ki, nəyə görə mənim ölkədən çıxışıma qadağa qoyulub. Aidiyyəti orqanlara yazdım. Əvvəl elektron məktublar göndərməyə başladım. Daha sonra o elektron məktublarıma cavab gəlməyəndən sonra poçtdan məktublar göndərməyə başladım. 5 fərqli orqana məktub göndərdim. Çox, yəni heç birindən tutarlı bir cavab ala bilmirdim. Çünki biri onun boyunu atırdı, bu bunun boyunu atırdı, o deyirdi ora yaz, bu deyirdi bura yaz. Axır birindən belə bir cavab gəldi ki, filan tarixlərdə Ülvi Həsənov filan cinayət işi ilə bağlı təqsirləndirilir. Amma yenə də yazmamışdılar ki, sən bu cinayət işində sənə niyə stop qoyub? Yaxşı, başa düşdük, Ülvi mənim qardaşımdır, Ülviyə həbs ediblər.
saxta ittihamlarla və mənim ölkədən çıxışıma niyə qadağa var ki, mən şahid də deyildim. Bir sözlə, bir neçə orqana yazandan sonra, bu məktub da alandan sonra məni dindirilməyə çağırdılar. Çünki mən məktubda yazmışdım ki, mən heç bir cinayət içində təqsirləndirilmirəm. Uzun yazmışdım və sonda da yazmışdım ki, hətta hər hansı bir cinayət içində şahid qismində belə dindirilməmişəm. Mən artıq neçə ildir ki, Azərbaycanda yaşamıram. Bu qadağa, ölkədən çıxışıma qoyulan qadağa mənim həyatıma çox ciddi təsir elədi. Öz həyatımı Polşada qurmuşdum. Yəni orada mənim işim var idi, orada mənim yaşadığım ev var idi. Üstəlik bundan əlavə də sağlamlığımı itirdim. Yəni sağlamlığıma da çox ciddi təsir elədi. Çünki mən əvvəl Türkiyəyə gedəcəkdim, dediyim kimi. Oradan müalicə alıb, oradan elə bil Polşaya gedəcəkdim. Bu məsələ ilə bağlı mən məhkəməyə müraciət eləmişəm. Əlbəttə ki, məhkəmə təmin olunmadı. Yəni rədd cavabı aldım. Apellyasiya məhkəməsi də, digər məhkəmədə hər ikisindən rədd cavabı almışam. Necə nəticələnəcəyi ilə bağlı bilmirəm. Yəni çünki ona görə bilmirəm ki, bu ölkədə o qədər absurd hadisələr baş verir ki, heç nəyi təxmin etmək olmur. Hərdən özümüz də görürük. Yəni gündə bir nəfəri həbs edilir, gündə bir jurnalist, gündə bir hüquqşünas ya da ki, vətəndaş cəmiyyətindən kimlərsə həbs edirlər. Ona görə təxminlər sadəcə təxminlərdir. Yəni Ülvini həbs eləyə bilərlər, məhkəmələr onsuz da davam edir hal-hazırda. Ülvini həbs eləyə bilərlər, Ülvini buraxa da bilərlər ki, düşünmürəm. Çox da ümidli deyiləm, amma yenə də yəni ümid sonda ölür. Saxta ittihamlarla qoyulan cinayət işi ilə bağlı heç bir əlaqəm yoxdur. Ülvinin həbsindən əlavə. Ülvinin həbsi xaricində. Çünki mən musiqiçiyəm, musiqi ilə məşğul oluram, musiqi fəaliyyətimi davam edirəm, edəcəm də. Fiziki sağlamlıq narahatçılıqlar var. Bunun üstünə də bir də buradan çıxa bilməməyin çətinliyi, psixoloji sarsıntıları elə bil daha da mən xəstəliyimə daha da belə zərbə vurmağa başladı. Yəni çox çətin idi həqiqətən. Ülvi həbs olunandan sonra digər məhbusların da yəni sonradan məlum oldu ki, get-gedə bu son 2 ilə yaxındır ki, il yarımdır. İl yarımdır ki, bu siyasi həbslər, kütləvi şəkildə siyasi həbslər başlayır. Yəni, bütün siyasi məhbusların ailələrinə edilən repressiyalarla bərabər bizim ailəmizə də repressiyalar oldu. Anamın, bizim ümumiyyətlə hamımızın, yəni bacımın, anamın, mənim, Ülvinin həyat yoldaşının bütün bank kartlarına bloklandı. Anamın pensiya kartı, hətta pensiya kartı bloklandı. Yəni pensiya kartını belə öz pensiyasını çıxarda bilmirdi. Bununla bağlı heç bir rəsmi açıqlama, rəsmi bildiriş verməsələr də aydın idi ki, bütün bu baş verənlər Ülvinin həbsi ilə bağlı idi. Məhkəmələrin nəticəsi ilə bağlı bilmirəm açığı nə olacaq. Çünki bu ölkədə o qədər absurd hadisələr baş verir ki, mən bəzən heç bir gözlənilməz hadisə baş verir. Təbii ki, bu müsbətə yox, mənfiyə doğru olur. Ona görə ümid edirəm ki, nəticələr ürək açan olar, amma bilmirəm, yəni çox da ümidli deyiləm bu hökumətdən. Və bundan əlavə də mən tutaq ki, məhkəmə qərarı bizim istəyimizə uyğun oldu və mən bundan sonra Polşaya getsəm də heç bilmirəm orada nə edəcəm. Çünki hər şey çox dəyişib. Münasibətlər dəyişib, işimi itirmişəm,
sosial çevrəm dəyişib, artıq o əvvəlki bağlar yoxdur. Yəni bilmirəm, ümumiyyətlə bilmirəm ki, gedəcəyimmi, getsəm nə olacaq, nə baş verəcək. Yəni çox havadayam. Çox heyf ki, çox təəssüf ki.